Salam kanal izləyiciləri, mən Günel müəllimə. Sizinlə bugün hansı ki dərs qruplarımızda cümlənin sınaqlarına olan sınaq 5-in izahını bölüşmək istəyirəm. Sınaq 5-in gələk ilk sualına və nəzərinizə çatdırım ki, hansı ki dərs qruplarımızda olan sınaqları bundan sonra YouTube-da da paylaşım olacaq. Sadəcə bəyənib və videonu paylaşmağı unutmayın. Sınaq 5-in ilk sualı belədir. Aşağıdakılardan deyir hansı doğrudur? Orada rasional yazıb, irrasional yazıb. Baxın, rasionalın içinə A yazıb, B yazıb, B daxildir. İndi gəlin görək hansı ola bilər burada. Yazıb A həqiqi ədəddir, B tam ədəddir. Xeyr, həqiqi ədədlər rasionalın içində deyil. Həqiqi ədədlər bütün bu ədədlər içərisində saxlayan ədəd anlayışıdır. İkincidə yazıb A tam ədəddir, B natural ədəddir. Bəli, tam da cavab budur. Çünki bu natural olsa, bu da tam, biz əvvəl naturalı öyrənirik. Sonra tamı öyrənirik. Sonra rasionalı öyrənirik. Daha sonra irrasionalı öyrənirik. Və bu ədəd anlayışının hamısını həqiqi ədəd deyirik. Deməli, konkret olaraq doğru cavab burada nədir? B variantı. Sualın cavabı B. İkinci sualda. Yolun 40%'ni getdiniz. Bir şeyin 40%'ni getdiniz, itirdiniz. Nə qədər qalır? 60%. 132 kilometr yol qalır. Gedilən yolu bilmirik, X-dır. Onun neçə faizi qalıb? 60%. Bərabərdir 132. Yəni uşaqlar nədir? Faizinə görə ədədin tapılması. 132 vur 100 böl 60. Bunun sıfırları getsə, bu da eləyəcək bizdə nə qədər? Bunlar ixtisar getsə, 2 dəfəsi 12, 22. Düzü böldük görək 60-a. Necə dəqiqə? Deməli 0-a getdi 2 dəfəsi 12. Bəli, 12-nin içərisində 22 nədir? Bu da verəcək 220. Deməli bu gedilən ümumi yol 220-dir. Amma sizdən nəyə soruşur? Gedilən yolu. 132-si qalırsa 220-dən də çıxın 132-ni 88 kilometr olacaq A variantı. Sonra keçirik 3-cü suala. 3-cü sualda deyir 3 bucağın 2 xarici bucağı. Təsəvvür edin bir 3 bucaq. Bir dəqiqə bunu daha da. Aha, bir 3 bucağımız var. Və 3 bucağın 2 dənə xarici bucağı 110 ilə 120'dir. Bax, bura 110, burada 120. Onlara qonşu olmayan daxili bucaq. Səndən buranı istəyir. 110'dur qonşusu nə qədərdir? 70. 120'dir qonşusu 60. 70, 60, 130. 180'dan da 130'u çıxsan, alfa neçə eləyəcək? 50 dərəcə. D variantında cavab var. Növbəti 4-cü suala baxırıq. Uyğun tərəfləri perpendikulyar olan eyni adlı bucaqlardan biri 75'dir. Yadda saxlayın. Uyğun tərəfi perpendikulyar olan eyni adlı bucaqlar deyəndə. Hansı ki şəkil təxmini budur. Bax, bir bucaq belə olsun, bir bucaq da belə. Bax, bu tərəfə perpendikulyar olsun, daha doğrusu. Bircə dəqiqə biraz daha səliqəli çəkək şəkli. Bunu belə çəkək. Və digərində baxın. Bu tərəfə biri perpendikulyar olsun. Tutaq ki, bu bura perpendikulyardır. Bu isə digər tərəfə perpendikulyardır. Onda uyğun tərəfə perpendikulyar bucaqlar alınır. Və eyni adlıdırsa bunlar bir-birinə bərabərdir. Yəni cavab neçə dərəcə olacaq? 75. Keçirik növbəti məsələyə. Uşaqlar, burada deyir ki, ABC 90 dərəcədən kiçikdir. Baxın, bu alfa 90 dərəcədən kiçikdir. Yəni sizdən iti bucaq qarşısında duranı istəyir. İti bucaq qarşısında duranı necə tapırdınız? Xatırlayın. 7'nin kvadratı üstə gəl 7'nin kvadratı. 7 çıx etdi, yəni 0-la neçə? 49, 49, 98 arasında olacaq. Hansı ki? Kök altında 98 nə çıxardır bundan da kök olaraq? Təxminən 9 tam neçə? 0, 9 tam neçə olsun bu da? Aralarında qalan neçə tam ədəd var? Tam qiymətlərin sayın 1-dən 9'a qədər olan ədədlər. Yəni neçə dənə tam ədəd var? 9 dənə. Hansı variantdır? D variantı. Hansı ki bunun körbucaqlı 3 bucaq üçün də olan versiyası var. Körbucaqlı 3 bucaq da necə idi? Əgər sizə testdə körbucaq tərəfində bucağı qarşısında duran tərəfi soruşarsa, baxın tutaq ki bu beta 90 dərəcədən böyükdür. Və sizə bura A verib, bura B veribsə, C
A'nın B'nin cəmindən kiçik. Kök altında A kvadrat plus B kvadratı cəmindən isə böyük olmalıdır. Davam. Keçirik növbəti suala. Növbəti sualda deyir ki, çoxhədlinin dərəcəsini tapın. Uşaqlar, çoxhədlinin dərəcəsini tapanda ən yüksəyini seçirdik. Bu 5-dir. Bunun dərəcəsi 5, 6. Bu ikisinin dərəcəsi cəmi 7. 1 ilə 5-in cəmi bu da 6. Ən yüksəyi neçədir? 7. Onda deməli 6 da doğru cavab B variantı. Tamam. Uzunluğu 24 pi olan çevrənin. Əvvəlcə gəlin bir çevrəmizi çəkək. Aha. Uzunluğu 24 pi santimetr. Çevrənin uzunluq düsturu necədir? 2 pi r. Bərabərləşdirirsiniz 24 pi'yə. R neçə tapırsınız? 12. Deməli bu çevrənin radiusu 12 santimetrdir. Baxın bura 12, 12'dir. 60 dərəcəlik qövsünün. Qövs uzunluğu düsturu necə idi? Pi r alfa bölü 180. 60 dərəcəlik deyir. R'in yerinə 12, alfanın yerinə 60 yazın. Və hesablayın. Bunlar getdi 3. 12'ni də 3'ə böləndə 4 pi deyil. O da harada var? D variantında var. Keçirik 8-ci sual. 8-ci sual çoxluqlar bölməsinə aid bir sualdır. Deyir ki, rəylənmiş hissəni nə göstərir? Gəlin baxaq. Deməli, rəylənmiş hissəni nə göstərə bilər? Bir-bir analiz eləyək bütün variantları. Məsələn, baxın. B ilə C-nin kəsişməsi. B ilə C-nin kəsişməsi haradır? Bax, buradır. C-nin özüdür. Fərqi A-la fərqi xeyr. B ilə C-nin kəsişməsi buradır. A-nın ondan fərqində desəydi, yəni bunların A-la fərqində desəydi, bax, buranı götürəcəkdik. Bu düzgün deyil. İkinciyə baxaq. B ilə A-la C-nin kəsişməsinin fərqi. Bəs A-la C harada kəsişir? Bir düşünün. A-la C-nin kəsişdiyi yer, bax, bu göy hissədir. Axı B ilə onun fərqi deyəndə, bu gərək onda bax, B ilə onun fərqi deyirdisə, onda bu hissəni də ştrixləməli idi. Bax, bu hissə bütöv ştrixlənməli idi. Bu da doğru olmadı. Sonra deyir ki, B ilə C-nin birləşməsi. B ilə C-nin birləşməsi bütövlükdə B çoxluğudur. A-la fərqi, yəni sırf bunlarda olub A-da olmayanlar, yenə də əgər onu tapmaq istəyirdisə, bax, bu qırmızı bölgəni bütöv götürməliydiniz. Bu da deyil. 3-də getdi. Dördüncüdə deyir ki, B ilə A-nın fərqi. Haradır B ilə A-nın fərqi? Sırf B-də olub A-da olmayanlar. Sırf B-də olub A-da olmayanlara baxın, göylə rəyləyirəm. Baba, buradır. C ilə həmin hissənin fərqi. Yəni, B ilə A-da olub C-də olmasın. C-də olmasın, o da cavab verəcəyimi? Bir dəqiqə. Deyir ki, B ilə A-nın fərqi. Baxın, B ilə A-nın fərqi bu göy hissədir. İndi B ilə A-nın fərqinin C ilə fərqi. Yəni ondan C-ni çıxın. Haranı çıxacaqsınız? Bu qırmızı bölgəni. Qırmızını çıxsaz bu qırmızı hissəni nə qalır? Elə ştrixlənən hissə qalmırmı? Deməli onda bu doğrudur. 4-cü təklifə doğru deyə bilərik. Bir dənə doğru tapdıq hələ ki. Ona plus yazaq. 5-ciyə baxaq. B ilə A-nın kəsişməsi. Haradır B ilə A-nın kəsişməsi? Baxın, B ilə A-nın kəsişməsi bu hissədir. Fərqi C ilə, yəni onun içərisində C-ni çıxdaş edin. Buranı çıxdaş edin, bax buranı. Axı yenə o qara rəylənmiş hissə qalmayacaq. Deməli 5 də doğru deyil. 6-cıya baxaq. A-la C-nin birləşməsi. A-la C-nin birləşməsi nə anlama gəlir? Bax, A-la C-nin birləşməsini mən hal-hazırda göy rənglə rəylədim. Bu A-la C-nin birləşməsi. Deyir, indi B-dən fərqin tap bu hissənin. Düz deyir də, B-dən bu göy hissəni çıxanda, göy hissəyə düşən hissəni çıxsanız, bu göylə rəylə, bu hissəni çıxsanız, geridə B qalır. B qaralanmış hissə qalır, daha doğrusu o ştrixlənmiş bölgə qalır, rəylənmiş hissə. Onda deməli 6 da doğrudur. Hansı variantdır? D variantı. Yəni bunu şəkili ayrı-ayrı da çəkib tapmaq olar, belə də tapa bilərsiniz. Çevrənin mərkəzində müxtəlif tərəflərdə 2 paralel, bax çevrədir bir dənə. Mərkəzindən müxtəlif tərəflərdə bir-birinə paralel 2 dənə vətər çəkirik. Vətərin biri 16, biri 10'dur. Bunu anladıq. Tamam. Bu çevrənin radiusu da 10 cm-dir. Çevrənin radiusunu da çəkin 10'dur. Siz bilməlisiniz ki, çevrəyə radius çəkdiniz, burada 10'dur. Bu bərabər yanlı üçbucaqdır. Siz bura perpendikulyar endirəndə bu gedib onu yarıya böləcək. Yəni bu 6 olacaq. Hansı ki, digər tərəfdə də həmçinin, baxın, yenə bu şəkildə çəksəm 10, 10,
Yenə burada 16-dır. 2 vətərin hər ikisinin uzanlığı 16-dır. Yenə də bura 8, 8, burada 6. Vətərlər arasında məsafəni soruşur bizdən. Vətərlər arasında məsafə neçə santimetrdir? 12, 6 üstəgəl 6, 12 santimetr. Cavab Y variantı. Davam edirik. 10-cu sual. Deyir, filan ədəd cüt ədəddir. Əgər 3A kvadratı üstə gəlinsin 1 üstü 7 cütdürsə, yadda saxlayın, bunun cüt olması üçün onda bunun içərisi bütöv cüt olmalıdır. Bu tək ədəddir. Deməli, 3A kvadratı da tək olmalıdır ki, təkin üstə tək gələndə siz cüt ala bilərsiniz. Bəs 3A kvadratın tək olması üçün A nə olmalıdır? Tək ədəd. Bu qədər müzakirədən sonra bildik ki, A tək ədəddir. İndi biz nəyi axtarırıq cavablarda? Cavabda tək axtarırıq. Birincisi 2A plus 4 heç vaxt tək ola bilməz. İkincisi, tək ədədlərdən birini götürüb yoxlaya bilərsiniz. Tək ədədlə təkin cəmi cüt verir, ola bilməz. Tək ədədlə təkin cəmi cüt verir, bu da ola bilməz. Tək ədəd, üstə gəl tək ədəd, bu da cüt verir, ola bilməz. Amma Y variantında tək ədədin üstə cüt ədəd gəlsən, bəli, bu tək eləyər. Doğru cavab Y-dir. Daha sonra 12-ci suala baxırıq. Diametri 12 cm olan çevrənin radiusunu tapın. Çox bəsit. Radiusu necə tapırlar? Diametri 2-yə bölürlər. 12-ni 2-yə bölün, 6 cm. Daha sonra 12-yə baxırıq. 12-dən nisbəti necə tapa bilərsiniz? Bunu tənasüb kimi vurmalısınız. 2A üstə gəl 2B bərabərdir 5A-ya. 2B bərabərdir 3A-ya və B-nin A-ya nisbəti 3-ün 2-yə nisbətidir, hansı ki C variantında var. Sonra 13-cü suala baxırıq. Bunu vurğulara ayıraq. X minus 2, X plus 2. X vurulsun, X bölünsün, X plus 2. Bunlar ixtisar gedərmi? Gedər. Yerdə nə qalar? X minus 2. Bu da sadə test tapşırıqlarının sırasındadır. Davam. Birinci boru hovuzu 6 saata, ikinci boru isə 12 saata doldurur. Təsəvvür edin, bir boru 6 saata, ikinci boru isə 12 saata doldurur. Hər iki boru eyni vaxtda qoşularsa, hovuz neçə saata dolar? 6-da 1 plus 12-də 1 bərabərdir. Hovuzun ikisi bir arada işləsə x saata tutaq ki, dolar. Bunlar ortaq məxrəc 12. 12-ni 6-ya böldüm 2, burada da 3. 12-də 5 bərabər x-da 1. Deməli, görək düz elədik. Yox, düz eləməmişik. 12-də 3. X da bərabərdir 4. Deməli, hovuz 4 saata dolar. Testin doğru cavabı olar 4 saat. Hələ ki, rahat suallardır. Katetləri 3-4 nisbətində olan bir düzbucaqlı üçbucaq düşünün. Katetləri 3-4'dür. Əgər siz Pifagor üçbucağın, belə deyək, Pifagor ədədləri, Misir üçbucağını tanıyırsınızsa, deyəcəksiniz, müəllim, bura 5x-dir. Bu da yazıb da hipotenuz 15'dir. 5x'i bərabərləşdirin 15'e. X neçə çıxdı? 3. Kiçik katet onda 3 üçün 9 cm. 16-cı suala baxırıq. Deyir ki, 2x kvadratı üstə gəl mx üstə gəl 3'ün vuruqlarından biri x plus 1'dir. O biri vuruğunu bilmirəm. Məndən m hərfini soruşursa, yadda saxlayın. Əgər çox ədinin vuruğu verilibsə x plus 1, o vuruğun kökünü tapın. Nədir? Mənfi 1. Siz həmin kökü çox ədlidə yerinə yazanda çox ədlini sıfıra çevirməlidir. Çox ədlinin kökünü çox ədlidə yerinə yazdıqda sıfıra çevrilir. 2 çıxılsın, m üstə gəl 3 bərabər 0. M də bərabər 5. Deməli, burada doğru cavab olacaq 5. Davam. 10. Neçənci sual? 7-ci suala. 17-ci sualda deyir 130 dərəcəli bucaq var. Bir dənə bucağımız 130 dərəcədir. Fərqləri 70 dərəcə olan iki bucağı bölür. Alfa ilə betanın fərqi 70 dərəcədir. Cəmləri də 130 dərəcədir beləliklə. Toplayanda bunları 2 alfamız bərabər 200. Alfamız neçə dərəcə olacaq? 100. Madam biri 100'dür. 130 dərəcədən də 100 dərəcəni çıxsanız, o biri də 30 dərəcə olur. 18. Uzunluğu falan qədər olan. Baxın, bu çevrəni gəlin bura çəkək. Bura bir toxunan çəkib. Buradan da belə bir parça çəkib. Baxaq, onu da təsvir elədim. Çəkib biraz qarışıq görünə bilər. İndi həll eləyəcək burada. Aha. A, D toxunandı. Bu məlumdur. F,
Y, K, B və C. Deyir birinci məsələdə AB 4-dür, BC 5-dir, AF də 3-dür. Sual verir nəyi? Baxıram cavablarda hamısında FK-nı soruşur. FK da buradan buradır. Gəlin baxaq. Bura olsun X. Siz bilməlisiniz ki, çevrəyə bir nöqtədən 2 dənə kəsən çəkmisinizsə, bunlar kəsəndir. Kəsənin çevrə xaricində qalan hissəsi 4-dür. Bütöv kəsən nə qədərdir? 9. Xaricdə qalan hissə 3-dür. Bərabər vurulsun. Bütöv kəsən nə qədərdir? 3 plus x. 3 plus x bərabərdir. 36-nı 3-ə böləndə elədir 12. 12-dən də 3 çıxırsan x 9. Yəni soruşulan FK parçası 9-dur. O zaman birə nə variant? B variantı gedər. Gəlin geriyə qaytaraq bunları sizə ikinci məsələ üçün işləyək. Deməli 1-ə getdi B variantı. 2-yə baxaq. S-yə deyir, S-yə buradır. S-yəmiz 8. Y-dəmiz 3. F-yəmiz hansıdır? 4-dür. Bura verilməyib. YK-ya X yazıram. Səndən FK-nı istəyir. FK-nı tapmaq üçün sənin YK-ya ehtiyacın var. Bu nədir? İndi çevrənin ancaq bu hissəsini görün. 2 kəsişən vətər. 4 vur x bərabərdir. 8 vur 3. Kəsişən vətərlərin xassəsinə əsasən, yəni kəsişən vətərlər haqqında teoremə əsasən. X 6 çıxdı. Madəm bura 6-dır, FK parçası da 4 plus 6 10-dur. Hansı variantda var? C variantında var. Oldu 2-yə də C. İndi silirik bunu. C-də C. Keçdi 3-ə. A-dir 8. A-dan F-ə 4. Bizdən F-dən K-nı X istəyir. Yadda saxlayın. Bu çevrənin toxunanıdır. Toxunanın kvadratı bərabərdir. Kəsənin çevrə xarici qalan hissəsi 4 və bütöv kəsən 4 plus x. Bu da 4 plus x bərabər 16. Yəni çevrədə bu teoremləri bilmiriksə, bu test tapşırığı bizə çətin gələ bilər. 3-də də olacaq Y variantı. Və açıq suallara baxırıq davamında yenə də. Deyir, belə bir diaqramda ədədlər verilib. Hansı ki, A ədədi, B ədədi. A hərəsində 3 ilə 5 vuruğu var. Amma neçə dənədir? A ədədində 4 dənə, B ədədində 3 dənə. Bunda 1 dənə, digərində 2 dənə. Nə axtarırsınız? Əkov. Biz bilməliyik ki, əkov dediyimiz vuruğun sayca çox olanını seçir. Yəni 3 üstü 4 vur 5 üstü 2. 81 vur 25 deyə cavab çıxacaq. Bu da artıq onu da sizə həvalə edirəm vurmağı. Keçək 20-yə. Keçirik 24-cü suala. Baxın, bura deyir ki, C nöqtəsi qeyd olunub, BC CD-yə bərabərdir, toxunanlar var. Bura 125 dərəcədirsə, A bucağını tapın. Gəlin belə eləyək. Bax, bura vətərlər bərabərdirsə, onların gərdiyi qövslər eynidir. Mən bura bir alfa yazıram. Onda bura 2 alfadır. Eynən burada alfa yazmalıyam. Çünki bura eynidir qövslər. 2 alfa. 2 alfa, 2 alfa. Burada 180 çıxılsın 2 alfa. Həmçinin bax 180 yox, daha doğrusu bağışlayın. 360 çıxılsın 2 alfa. Bax bu qövs. İndi burada siz nəyə fikir verin? Bu alfanın bu qonşusu da 125 olacaq. Çünki eynidir. 125, 125. Bu etdi bizə 250. Həmçinin nə deyə bilərsiniz? Bura 360 minus 2 alfadırsa, qövs. Bu, onda içərdəki C bucağı 180 minus alfadır. Düzdürmü? 180 minus alfa. Və belə deyək, 180 bu 360 minus 2 alfadırsa, bizdə çevrədə belə bir xassisə var ki, əgər bir nöqtədən 2 toxunan çəkmisənsə, buradakı ilə bu qövsün, bucağın cəmi hər zaman 180 olur. İndi mən ona əsasən deyə bilərəm ki, baxın, bura 180 minus 2 alfadırsa, bura 360 minus 2 alfaydı. Düzdürmü? Onda bu ikisinin cəmini 180-da bərabərləşdirib yazmaq olar. Amma desəz yox, o üsuldan xoşum gəlmədi. Daha fərqli üsul. Bircə dəqiqə. Bunu bir dənə silək. Bu 180 minus alfanı anladıq. Yəni məsələnin o tərəfi də var. Rahat üsulu desəz, 125 dərəcəli bucağın qonşusu 55 eləyir. 55-i 2-yə vurursunuz, bura 110. Düzdürmü? Düzdür.
Baxın, bura 125, bura 55, bura 110. Sadəcə mən orada şərti olaraq xassələri göstərirdim. Burada 125, bura 110. 110, 110 nə qədər etdi bucağımız? 110 ilə 110-un cəmi elədi bizə 220. 360-dan 220-ni çıxın, 140. 140, hətta belə də deyə bilərsiniz, bura 70-dir. 125, 125, 250, 250-nin üstə 70 gəlin, 320, yenə də bura 40. Və yaxud biraz öncə dediyim xassisə ilə bura 140 avtomatik bura 40 çıxacaq. Hardan istəsəz məsələni həll etmək olar. Hansı xassisə ilə sizə rahatdırsa. 25-ci suala baxırıq. İndi burada ötürdüyümüz suallar var. Bir səhifəni ötürmüşük, onu ardından gedəcəm. Bu sadəcə açıq testlər birinci gəldiyi üçün bunları həll elədim. 25-ci sualda deyir ki, AOD-nin tənböləni olarsa OC. OC tənböləndir. AOD 150-dirsə bura 75, onda burada 75-dir. Sizdən BOC-ni soruşur və burada bizə şərt verib, perpendikulyarlıq şərti. OB, OD-yə bura 90-dır. Bütöv 90-dır, orada 75-dir. Ortadakı bucağı tapmaq üçün 90-dan 75-i çıxın, o da eləyəcək 15 dərəcə. İndi orada ötürdüyümüz bəzi testlər var, hansı ki mən səhifə sonra gəldiyi üçün indi yazıram. Bir kitab tapşırıqlar, qaydalar olaraq 2 hissədən ibarətdir. Birinci hissənin 7-də 2 hissəsi 32 səhifə. 32-ni vururam tərsinə. Hissəsinə görə ədəd tapmaq. 112. İkinci hissənin 7-də 2 hissəsi 48 səhifə. 48-i vururam 2-də 7-yə. 140, o da 28, 168. Kitab neçə səhifədir? Cəmliyək bunları görək nə qədər eləyir. Deməli 8, 0, 8, 280 səhifə. Davam edirik. Baxın, burada növbəti sualımız deyir, ABC natural ədədlərdir. Elə bir natural ədədlər götürməliyik ki, 12-yə, 18-ə və 24-ə böləndə cavab eyni, bərabər olsun. Deməli, burada nə? Bunu müxtəlif üsulla həll etmək olar. Məsələn, bir üsul deyim, əvvəlcə birinci üsul. Bu mən belə deyək, tutaq ki, 12 bölə 18, 24 ortaq məxrəcini tapmaq istəyirəm. Ortaq məxrəcini eləsəm, 72. Burada qalır 6A, orada qalır 4B, orada da qalır 3C. Ən kiçik ədəd istəyir. 6-ya 4-ü 3-ə bölən ən kiçik ədəd 12-dir. 12-ni 6-ya böləndə A2-dir. 4-ə böləndə 3-dür, 3-ə böləndə 4-dür. Cəmləri nə qədər edir? 9. Deməli, bunun ən kiçik qiyməti 9-dur. Amma bu üsulla istəməsəz, belə də tapa bilərsiniz. Ortaq məxrəc tapmayan. Götürün, baxın, A, B, C-dir. Tərsini tapın. 12 bölə. Çünki özləri bərabərsə, tərsləri də bərabərdir. İndi siz elə ədəd götürməlisiniz ki, bunların ABC-nin yerinə, üçünün bölündüyü ən böyük ədəd olsun ki, bu cavablar kiçik olsun da, belə deyək. Burada məsələn nə götürə bilərsiniz? 12, 18, 6, 24-ün bölündüyü 6-dır. 6 götürsəniz, bunun cavabı nəyə bərabər olur? Deməli, bircə dəqiqə. 6 götürsək, yəni 6-ya bölünməsi üçün nə götürə bilərik? Burada 2 götürsək 6-ya bölünər. 18-i 6 almaq üçün 3 götürsək, bizə lazım bunun cavabları, yəni 6 iləsində qısası 4 götürsək. Onda 2, 3, 4, yenə də ən kiçik qiymət 9 eləyər cavab. Yəni hardan baxsanız eyni nəticəyə gələ bilərsiniz. Və 22-ci sual qalıb. 22-ci sualda deyir, A modul, nə vaxt modul ədədin özündən böyükdür? A mənfi olanda. Nə vaxt modul ədədin özünə bərabərdir? B sıfırdan böyük bərabər olanda. A-nın ən böyük qiyməti, tam ədəddə amma şərt verib. Sıfırdan kiçik ən böyük tam ədəd mənfi 1-dir. B-nin ən kiçik qiyməti, sıfırdan böyük bərabər olan ən kiçik tam qiyməti nədir? Cəmini tapır, sıfırdır. Mənfi 1-in üstünə 0 gəl, cavab baxın. Sıfırdan böyük bərabər ədədin içində ən kiçik qiymət 0-ın özüdür. Ona görə cəmdə mənfi 1 edər. Növbəti suala baxaq. Növbəti sual çətin görünsə də gözümüzə, bu müxtəsər vurma düsturudur. 0,65 minus 0,15-in kvadratı. Aşağıda görək nəyə bərabərdir? Aşağını, bunu müxtəsər, elə bilin bu A-dır, bu B-dir. Bu da mənfi 4AB-dir. Sadələşdirsəniz düstura görə A minus B-nin kvadratı alırsınız. Yəni 0,9 çıx 0,4-ün fərqinin kvadratıdır. Yuxarı eləyir 0,5-in kvadratı. Aşağı eləyir 0,5-in kvadratı. Onda 5-i %5-ə böləndə 5-də 50
10 eləyir. 10'un kvadratı da 100'ə bərabər olur.